Tural Sadıqlı mənim verdiyim suallara cavab verə bilmir. Bizdə 3 manatlıq, 5 manatlıq jurnalist adlandırır. Özü 3 qəpiklik adam deyil. 3 qəpiklik adam deyil. Xalq bunu bilir. Mən Tural Sadıqlıya sual vermişəm. Demişəm ki, sən Naxçıvan Muxtar Respublikasında yaşayıb, fəaliyyət göstərdiyin, işlədiyin dövrdə Misirli bir qızı Mona Zedan adında deyirəm. Adı nədir? Mona Zedan. Mona Zedan. Bəli. Bu qız faktla danışırsınız. Bu mən faktla danışıram. Deyirəm, bu qızı aldatmısan. Onun namusuna toxunmusan ki, səninlə evlənəcəm. Biz ailə quracağıq. Sonra aldatmısan, atmısan. Və beləliklə əxlaqsızlıq etmisən. Mən bu sualı verirəm. Deyirəm, çıx bu suala cavab ver görək. Belə bir hadisə olub ya olmayıb. O sualdan yayınan, qaçan o tələbələr kimi bu biletin sualı desem biraz ağır gəlib buna. Cavab verə bilir. Keçdin 3-cü biletə, amma nəzərə alsın ki... Ondan da betər. Keçdin 3-cü biletə. Bəli, 3-cü biletdə fakt ondan daha betərdir. Çıx, de görək sən Naxçıvanda nə qələtlər eləmişsən. Ha, biz bilirik bunu. Bizim gözümüzün qabağında baş verib. Biz bilirik ki, bu Tural Sadıqlı necə əxlaqsız, necə tərbiyəsiz, necə alçaq bir adamdır. Biz bunu bilirik. Cavab vermir. Qəti əsəbləşməyin. Əsəbləşməyin. Və yaxın zamanlarda onlarla bağlı ki, cinayət işi açılıb. Tural Sadıqlı da, Sevinc Osmanlı da, digərləri də hamısı Azərbaycana əli qandallı gətiriləcəklər. Cinayət işi açılıb. Və İcazə verin vaxtını da deyilməm müəllim. İyun ayına qədər Tural Sadıqlı ilə Sevinc Osman qızı Azərbaycana gətiriləcək və layiq olduqları cəzaya çatacaqlar. Onların haqqında məhkəmə hökmü var. Onlar məsuliyyətə cəlb ediliblər. Onlara artıq neçə il həbs cəzası çəkilib. Bir nə belə 14 il, bir nə 9 il. Onların yoxsuna bilsin, niyə haram qatılıb? Ona görə haram qatılıb ki, məsələn tutaq ki, Tural Sadıqlı Almaniyada yaşayır. Orada Bəli. Görəndə ki, Almaniya ilə Azərbaycan münasibətləri inkişaf edir. Almaniyanın kansleri Azərbaycan prezidentini Almaniya rəsmi səfərə dəvət edir. Azərbaycan prezidenti Almaniya kanslerini, Mersi Azərbaycana dövlət rəsmi səfərə dəvət edir. Və bunu görəndə onlar yoxsuna haram qatılır. Sevinc Osman qızı niyə təlaşdadır? Ona görə təlaşdadır ki, görür ki, yaşadığı Amerika Birləşmiş Ştatlarının prezidenti Cənab Trump Azərbaycan prezidentinə dünya səviyyə lider deyir. Dahi bir şəxsiyyət kimi qiymətləndirir. Yəni faktı söyləyir. Bəli. Və bütün bundan sonra o Azərbaycan və Birləşmiş Ştatlar münasibətləri və bu münasibətlərin inkişafının Azərbaycan dövlətinə gətirəcəyi dividendlər baxımından qiymət vermir. Öz talihi baxımından qiymət verməyə fikirləşir və narahatlıq və başlayır siyasi deməli sayıqlamalara. O gərgin psixoloji durumu altında bu siyasi sayıqlamalara danışıqlarından hiss olunur Elva mənim. Danışıqlarından, səslərinin tonundan, işlətdiyi ifadələrdən hiss olunur ki, bunlar daxilən dəhşətli dərəcədə narahatdırlar. Faktı da deyim. Bilirsiniz ki, avqust ayının 8-də keçənləri Azərbaycan və Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlıq xəritəsinin imzalanması ilə bağlı strateji işçi qrup formalaşdı. Onlar həmin sənəd üzərində işləyir, artıq yekunlaşdırma ərəfəsindədirlər. Cənab Prezident Davosda da qeyd elədi ki, bir neçə aydan sonra rəsmi Bakı və Vaşinqton arasında strateji tərəfdaşlıq xəritəsi imzalanması planlaşdırılır. Bunu biz söyləyirik o baxımdan ki, nə gözəl, dünyanın fövqəladə dövlətindən bizə böyük iqtisadi dəstək, maliyyə dəstəyi, investisiya dəstəyi, hərbi əməkdaşlıq və s. gələcək dövlətimizin maraqları baxımından biz bunu görür, sevinirik. Amma onlar başqa prizmadan yanaşırlar. Deyir ki, belə getsə, mənim talihim necə olacaq? Sualını qoyur. Deməli, Azərbaycanla Amerika arasında həmin sənəd imzalanmasın. Əlaqələr inkişaf etməsin, investisiya qoyulmasın, kimi düşüncələr. Yəni, elə çıxışlar eləyirlər ki, məhz hadisələr bu cür inkişaf eləsin. Amma siz çox cılız məxluqlarsınız. Siz kimsiniz ki, deməli, bir strateji istiqamətə, gedən istiqamətə mane ola bilərsiniz. Siz heç kimsiz. Siz biləsiniz ki, bayaq mən çıxışımında söylədim, siz sadəcə bir yalquzaq həyat yaşayırsınız. Sən Birləşmiş Ştatlarda, kimi Fransada, bir başqası Almaniyada və xalqın siz nifrətini qazanmışsınız. Azərbaycan xalqının sizə heç bir etimadı yoxdur. Heç bir etimadı yoxdur. Əksinə, sizə qınaq obyektinə çevrilmişsiniz və inanın ki,
İnanın ki, belə insanlar ki var, belə insanlarla cəmiyyətimiz onlarla heç salam versə salamını almaz. Belə insan Toy eləsə, toyuna çağırmaz. Yası olsa, yasına gəlsə ona üz verməz. Deyər ki, sən burada nə işin var? Buna deyirlər yalquzaq həyatı. Buna deyirlər, belə insanlar doğrudan yazıqdır. Çünki sənə cəmiyyətin və ictimaiyyətin, xalqın münasibəti bəllidir. Sənin doğmaların bir gün səndən imtina eləyirsə, bu faciədir.